Gəncədə böyük idman bayramı yaşanır. Şəhər ilk dəfə olaraq aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edir. Bu səbəbdən şəhərimizə 20 ölkədən yüzlərlə idmançı, eləcə də onlarla birlikdə çoxsaylı valideynlər gəliblər. Bu mötəbər yarış Gəncəyə təkcə idmançıları deyil, həm də onların ailə üzvlərini, eləcə də bir çox turistləri toplayıb. Valideynlər övladlarını dəstəkləmək, onların uğuruna şahid olmaq üçün kilometrlərlə yol gəliblər. Biz də bir neçə valideynlə söhbət etdik. Onlar Gəncə şəhəri və yarışın təşkilatçılığı ilə bağlı təəssüratlarını bölüşdülər. Valensiyadan gəlirəm. İlk dəfədir ki, Azərbaycanda oluram. Bakını gəzmək şansımız olmadı. Çünki oradan birbaşa Gəncəyə gəldik. Amma gəlişimiz çox xüsusi bir günə təsadüf etdi. Noyabrın 8-i burada Zəfər günü qeyd olunurdu. Ona görə atmosfer çox xoşumuza gəldi. Əslində burada bu cür gözəl və böyük tikililərin olacağını gözləmirdik. Məncə Azərbaycan bu işlərdə çox yaxşıdır. Mən Barselonadan gəlirəm. Bu, oğlumun gənclər kateqoriyasında sonuncu yarışıdır. O daha əvvəl dünya çempionu olub. İndi isə biz Avropa çempionatı üçün gəlmişik. Gəncənin belə gözəl olacağını düşünməzdim. Düzdür, bəzi şeylərə öyrəşməmişik. Çünki mədəniyyətlər fərqlidir. Amma yenə də buranı çox bəyəndim. Bildiyim qədərilə bu idman sarayı yenidir. Mən özüm də memaram. Deyə bilərəm ki, dizayn və detallar çox gözəldir. Türkiyədən gələn qonağımızın fikirləri belə oldu. Türkiye'den geldik ama hiç yabancılık çekmiyoruz. Çok yardımseverler, çok iyi niyetliler. Yani hiç şu ana kadar biz 3. günümüz bugün hiçbir problem yaşamadık. İnsanlarla da iletişimde, otelde, takside ya da işte bir alışveriş yaptığımızda hiç böyle bizi rahatsız edecek bir şey yaşamadık. Çünkü herkes çok samimi, çok sıcak. Türk olduğumuzu görünce hatta daha bir sanki mutlu oluyorlar, daha böyle bir merhaba falan yapıyorlar. Öyle yani. Gəncəyə ilk dəfə gələn Litvalı qonağımız şəhərin ab-havasından xüsusilə razı qaldığını bildirdi. Bu mənim Azərbaycana ilk gəlişimdir. Bura həqiqətən çox gözəldir. İnsanlar mehribandırlar, amma ən əsası yeməkləri çox dadlıdır. Bu Avropa çempionatında iştirak etdiyimiz üçün çox şadıq. Təşkilatçılıq, hakimlər, məşqçilər və bütün əməkdaşlar çox yaxşıdır. Bütün iştirakçılara uğurlar arzu edirəm. Bakıdan gələn valideyn də təəssüratlarını bizimlə bölüşüb. Tədbirdən çox razıyıq. Yarışda yaradılan şərait üçün, həm bizlər üçün, həm əcnəbi qonaqlar üçün çox yüksək səviyyədədir. Həm əcnəbi qonaqlar, həm bizlər gəlib Gəncə şəhərinə tanış oluruq, gəzməli yerlərlə gəzirik, görməli yerlərlə görürük, tarixi belə deyim, yerlərlə tanış oluruq. Bu cür beynəlxalq yarışlar sadəcə idmanın deyil, dostluğun, mədəniyyətlərin birliyinin təntənəsidir. Gəncə bir daha sübut etdi ki, bura həm tarixi, həm də müasir ruhu ilə böyük tədbirlərə layiq bir şəhərdir.